müəyyən miqdar, Müəyyən miqdar sayıları, qeyri-müəyyən miqdar sayıları. bir də kəsir sayıları. Deməli, miqdar sayının neçə növü oldu? 3 növü. Müəyyən miqdar sayı, qeyri-müəyyən miqdar sayı və kəsir sayıları. Müəyyən miqdar sayı haqqında Səxavət nə deyə bilərsən? Yəni müəllim tam sayı olaraq bilinir, yəni tam bilinir də müəllim. Əşyanın konkret sayını bildirir. Bəli. Deyirik ki, məsəl üçün milyon insan. Burada konkretdir sizcə? Bəli, konkret. Konkretdir. Yaxşı, deyirəm ki, az adam. Az adam burada qeyri-müəyyən. Qeyri-müəyyən miqdar sayıdır. Yaxşı, qeyri-müəyyən miqdar sayıları quruluşuna görə neçə cür olur? Yəni sadə, düzəltmə, mürəkkəbi nəzərdə tuturam. Qeyri-müəyyən miqdar sayıları necə olur? Düzəltmə və mürəkkəb. Düzəltmə və mürəkkəb. Düzəltmə necə məsələn? Sadə düzəltmə mürəkkəb. Çoxlu. Çoxlu, bəli, ola bilər. Deməli, qeyri-müəyyən miqdar sayıları həm sadə, həm düzəltmə, həm də mürəkkəb ola bilər. Düzdür? Bəli. Aha. Sonra var idi bizdə nümerətiv sözlər. Nümerətiv sözlər nə edir? Müəllim, yəni onun şeydir, yəni necə deyim müəllim? Məsələn, necə bilirsən de, izah 3 dənə alma. Orada dənə sözü şeydir, numerativ sözdür. Aha. İndi belə bir qayda şəklində belə deyirik də. Say və ismin arasında olan sözlər. Aha, say və ismin arasında gələn sözlərlə nümerətiv sözlər deyirik. Nümerətiv sözləri başqa nümunələr deyə bilərsiniz. Ədəd, bir yeşik, qum. Aha. Məsələn, yeşik, ədəd, ton, litir, cüt, göz. Yəni elə sözlər var ki, həm nümerətiv söz kimi işlənir dilimizdə, həm də digər nitq hissəsi kimi işlənir. Məsələn, göz sözünü, vedrə sözünü, daha sonra damcı sözünü biz baş sözünü həm nümerətiv söz kimi işlədə bilirik, həm də digər nitq hissəsi kimi işlədə bilirik. Məsələn, deyirik ki, bir göz otaq. Burada göz nədir? Nümerətiv sözdür. Bəli, çünki sayla ismin arasında işlənmişdir. Amma deyirəm ki, onun gözləri yaşıldır. Burada isə göz sözü nədir? İsim mənasında işlənmişdir. Yada qalar. Eləcə vedrə. Deyirəm ki, mağazadan yeni vedrə aldım. Burada vedrə nədir? İsimdir. Amma deyirəm ki, mənə bir vedrə su gətir. Burada isə artıq isimlə sayın arasında işləndiyinə görə bunu nümerətiv söz kimi işlədirik. Bir də kəsir sayılar var mənim. Bəli. Kəsir sayıları quruluşsa mürəkkəb olur. Aha, bəli. Kəsir sayıları qurulursa yalnız mürəkkəb olur. Aha. Mənim dadaş ikincisi ilə yəni istifadə olunur. Mənim məsələn 3,5. 3,5, bəli. 6-da 1, 8-də 1 və s. deyə bilərik. Yaxşı, sıra sayıları haqqında nə deyə bilərik? Nadir deyə bilərsən bizə bir dənə sıra sayı. Bəli. Nümunədir. Yaxşı, qayda bilmirsən, nümunə şəklində de bizə. Deyə bilmirsən? Yox. Sıra. Məsələn, sən neçənci partada əyləşmirsən? Deyirəm, Nadir ikinci partada əyləşib. İkinci nədir burada? Sıranı bildirdi də, düzdür. Başa düşdün? İkinci, beşinci, 10-cu, əvvəlinci, filanıncı, sonuncu. Bunlar hamısı sıra sayılardır. Və sıra sayılar quruluşuna görə növü necə olur? Yalnız mürəkkəb. Yalnız mürəkkəb. Düzəltmə ola bilməz. Ola bilər mən. 15-ci. 5-də 1 kəsir sayıdır. Mənim 15-ci ola bilir. 15-ci mürəkkəbdir. 10 və 5-ci sözlər mürəkkəbdir. Amma 5-ci necədir? Düzəltmə. Düzəltmədir. Sadə ola bilər. Sadə mümkün deyil. Çünki şəkilçi vasitəsilə düzəlir. Aha, yaxşı, yadımızda qalar. Aha. Keçək indi sifətə. Sifət haqqında kim nə deyər? Sifət nəyə deyilir? Cismin əlamətini və keyfiyyətini. Cismin, əşyanın, əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsinə sifət deyilir. Keyfiyyət deyəndə nə başa düşürsən, əlamət deyəndə nə başa düşürsən? Keyfiyyət? Əlamət rəngi, dadı, görünüşü falan. Keyfiyyət isə bəyən şeyini, nətər deyim mən, davranış. Keyfiyyət nə idi? Nəyinsə bir daxilidə içi. Məsələn, deyirəm ki, çalışqan, tənbəl. Bu nədir? Bu keyfiyyətdir, yoxsa əlamətdir? Biz kimin sözünə baxanda bilirik ki, bu tənbəldir, yoxsa çalışqandır? Yox, amma kimin sözünə baxanda bilirik də, bu gəncdir, yoxsa qocadır. Bu nədir? Bu onun əlamətidir. Yəni, zahiri görkəmindən baxanda artıq bilirik. Keyfiyyət üçün məsələn deyə bilərik, ağıl deyə bilərik. Ağıl isim də axı, necə deyirsən? Hə, yəni ağıllı mənim məsələn. Aha.
ağıllı deyə bilərik. Yəni baxanda bilmirik. O həmin insanla ünsiyyətdə olduqdan sonra bilirik. Bəli. Aha. Sonra keçək sifətin quruluşca növlərinə. Sifətin quruluşca neçə növ var? Sadə düzəltmə mürəkkəb. Sadə düzəltmə mürəkkəb. Sadə sifət deyə bilərsən, Nadir bizə. Sifətə aid nümunədir ümumiyyətlə. Kitab sifətdir. Sifət deyirik axı, necə, nə cür, hansı suallarından birinə cavab verir. Gözəl məsələn. Gözəl, sonra. Qoca. Nümunə tapa bilmirsən. Kitab sifət deyildi. Sifət idi. Nə vaxtdan? Kitab. Nə? Deyirəm, Nadir kitab aldı. Nadir nə aldı? Kitab. Amma deyirəm ki, Nadir yaşıl kitab aldı. Necə? Necə kitab? Yaşıl. Rəngini bildirdi. Yaşlı kitab olar da mənim. Yaşıl sözü bəli sifətdir. Rənglər sifətdir. Yadında qalsın. Yaxşı. Formadır, rəngdir. Məsələn, deyirəm ki, böyük otaq, geniş otaq. Burada geniş, böyük sifətdir. Çalışqan, tənbəl, dadlı, duzlu, uzunsov, yumru. Yəni, bunlar hamısı nədir? Sifətlərdir. Keyfiyyət bildirir. Yaxşı. Bəli. Aha. Sifət düzəldən şəkilçi deyə bilərsiniz, leksik şəkilçilər. Səxavət deyə bilərsən. Mənim şey var idi, A var idi, L var idi. Məsələn, aynen nə deyə bilərsən? Anormal məsələn. Anormal. Anormal sözündə neçə dənə leksik şəkilçi var? 2 dənə. Hansılardır? L şəkilçisi və A şəkilçisi. Aha, bəli. A ön şəkilçidir. Bəli. Norma sözün köküdür. L da orada leksik şəkilçidir. Mənim qeyr var idi. Ondan sonra na şəkilçisi var idi, B şəkilçisi var idi. Aha, nakişi, nakəmi sözü, daçı, həyətdəki, evdəki, meşədəki. Sul şəkilçisi var idi. Dar var Orada idi. Dar var idi, evdar məsələn. aha, evdar, bəli. Düzdür. Bəs hökmdar necə sözdür? Bu isim. İsimdir, bəli. Hökmdar gəldi, kim gəldi? Yaxşı, orada sul şəkilçisi var idi, qeyri-məhsuldar şəkilçisi idi. Yəni daha az işlənirdi. Sulla söz deyə bilərsiniz mənə sifət. Yox, sul, əla. Sonra başqa nə bilirsiniz şəkilçilərdən? Azaltma dərəcəsi yoxsa? Yox, ümumiyyətlə leksik şəkilçilər. Hə, ondan sonra Məsələn, I üstü 4 şəkilçisi var Bəli. idi. Ondan hansı sözləri deyə bilərsiniz? Sifət İnəvi, olsun. məsələn elmi. Elmi, sonra elmi əsər, hansı əsər? Düzdür. Elmi əsər. Sən deyə bilərsən? Nə? Elimdən. Elmi. Qarışdırdın, hə? Məsələn, armudu stəkan Bəli. sözündə armudu stəkanı nəyin bildirir? Formasını Bəli. bildirir. Ona görə oradakı armudu sözündəki o leksik şəkilçidir. Gümüşü qaşıq, Bəli. necə qaşıq? O Bəli. leksik şəkilçidir. Gümüşü sözündəki Bəli. yadda qalar. Aha. Sonra l üstü Bəli. 4 şəkilçisi var. Yağlı, duzlu. Sonra sız-siz şəkilçisi Bəli. var. Duzsuz, gücsüz. Bəli. Cıl şəkilçisi var, zarafatcıl, Bəli. söhbətcil. Bəli. Yadımızda qaldı. Bəli. Hı -hı. Daha sonra, sifətin özünə məxsus xüsusiyyəti nədir ki, o digər nitq hissələrində Dərəcələri var. dərəcələr. Yəni özünə məxsus Bəli. xüsusiyyəti odur ki, onun dərəcələri var. Çoxaltma. Adi, azaltma, çoxaltma. Adi dərəcəyə aid nümunə deyə bilərsən, Nadir? Bəli. Adi dərəcə nə idi? Nə Normada mənim az olur. idi, nə çox idi. Yəni, Siz yəni normal sifət. bəli, Normal. yaşıl, ağ, Bəli. uzun, qısa, Bəli. böyük. Olması olmasa mənim. Bəli, çoxaltması olmasın. Yaşlı. Aha, yaşıl olar, qırmızı olar, mavi olar, uzun olar, Sadə nə yumru olar. Yaşıntıl mənim yaşıntıl olur. Qırmızı. Yaşılımtıl nədir bu? Yəni bir şeyin normadan az olduğunu Bəli. göstərir. Yəni yaşılımtıl, Bəli. qırmızımtıl. Şəkilçiləri mənim sov, umtrov, umtıl. Ondan sonra mənim onun O necə deyir? Deyirdi ki, onlar azaltma dərəcəsi necə yazılır? Həm morfoloji üsulla yazılır, həm sintaktik. Morfoloji siz deyən şəkilçilər vasitəsilə yaranır. Sintaktik Bəs sintaktik nə idi? Kəm şirin məsələn, açıq qırmızı, Qırmızı. ala var idi mənim. Az qırmızı, Bəli, az kəm var. qırmızı, Bəli. açıq, Kəm şirin. ala, bəli. Bu tip sözlərdən istifadə eləyirdik. Yaxşı, bəs sifətin dərəcələrini dedikdə şəkilçiləri. Bu şəkilçiləri biz leksik götürürük yoxsa qrammatik? Bəli, qrammatik götürürük. Çünki bunlardan yeni söz yaranmır.
Ona görə də bu şəkilçiləri biz təhlil elədiyimiz zaman leksik götürsək səhvə yol vermiş olarıq. Daha sonra keçək çoxaltma dərəcəsinə. Çoxaltma dərəcəsinin şəkilçiləri hansıları idi? Var idi, yoxsa yox idi? M-pırısı Aha. tərifləri ilə bərabərdir. Aha. Ondan sonra müəllim çox, Çox. zil, tünd. Ondan sonra Olduqca, Bəli. lap, ən, Bəli. çox, daha bu Məsələn, tipli ədadlardan bəli. istifadə olunurdu. qıpqırmızı məsələn olur. Yoxsa Olur, bəli. Qıpqırmızı, Göm göyməli. gömgöy, düzdür, sapsarı, ağappaq, daha sonra nə deyə bilərsiniz sifət haqqında? Əslində bir dənə şəkilçi görmüşəm kitabda. Nə şəkilçisi? Bir dənə baxa bilərəm. Bax. Var idi əslində. Bax, bizə digər suallardan verək. Nadir, isim nəyə Cacə deyilir? şəkilçisi. Cacə. Xırdaca, yəni çox Cacə ədatlı şəkilçi deyil. Cacə ədatı vasitəsilə xırdaca, körpəcə sözlərə qoşulur və çoxaltma dərəcəsində olan sifət yaradır. Cacə şəkilçi deyil, ədatlı orada yadınızdan çıxmasın. Ben deyim. Buyur. İsim kimle harası olur? Aha, isim kim, nə, hara suallarından birinə cavab verir. Kim sualına cavab verən isim deyə bilərsən? De, İnsanlar. insan. Yok. De, düz deyirsən də, insan. Məsələn, təkcə insan, adam adları aiddir kim sualına cavab verən. Bəli, müəllim, həkim, mühəndis, bunlar kim sualına cavab verir? Çoban, kim sualına cavab verir? Sürücü, bənna. Bunlar hamısı nədir? Kim sualına cavab verir. Çünki insan anlayışı bildirir. Bəs nə sualına cavab verənlər nə deyə bilər? Cansız. Qoy Nadir desin. Heyvan, yerler, heyvan, eşya. Ay sağ, gördüyümüz əşyalar, heyvanlar nə sualına cavab verir? Məsələn, pişiyə hansı sualı verir? Nə gördün? Pişik gördün. Bay demirik kim gördük? Yaxşı. Hara sualına bəs? yer və məkan bildirən sözdür. Aha. Bakı, Qəbələ. Aha, Bakı, Qəbələ, Şəki, meşə, bağ, restoran, bu tipli sözlər. Yaxşı, sənə bir dənə də sual verim. Ümumi isimlə xüsusi ismi fərqləndirə bilirsən? Məsələn, bir deyirəm restoran, bir də deyirəm kilim restoranı. Burada ümumi... Xüsusi kilim restoranı, ümumi restoranı. Aha, indi belə bir qayda çıxır da. Ümumi isimlər nəyi bildirir? Eyni cinsli əşyaları bir-birindən fərqləndirmək Bəli. üçün verilən adlara Adlar. xüsusi deyirik, yoxsa ümumi? Xüsusi. Xüsusi. Adlar Ümumi xüsusidir. isim nə idi? Eyni cinsli əşyalara verilən adlar. Bəli. Yaxşı. Aha. Sonra keçək. İsmin özünə məxsus xüsusiyyətləri nədir ki, o başqa hissələrində yoxdur? Halları var. Aha. Mənsubiyyətə görə dəyişir, Bəli. hallanır, daha sonra Ondan Neyini? sonra cəmlənir. cəmlənir. Sonra indi dediyimiz ümumi və xüsusi olur. Mənim xəbərli şəkilçisini qəbul edə bilir. Şəxs Aha. şəkilçisi. yəni. Yaxşı. Nadir, ismin neçə halı var? Halları hansılardır ümumiyyətlə bildiyin? Bilirsən, mən də bilirəm, bilirsən də bilək, biz də bilək. Adlıq, Yelik, görlük, yerlik, çıxışlık, neçədən oldu? Say hələ. adlı, yerlik, yönlük, Adlıq, yelik, yönlük, təsirlik, yerlik, çıxışlıq hal. Yaxşı, bəs hansı halın özünə məxsus şəkilçisi yoxdur? adlı, Adlıq halının özünə məxsus şəkilçisi yoxdur. Və sualları nə olacaq onun? kimlə hal. Kim, nə, hara? Yaxşı, bəs deyirik adlıq halının özünə məxsus şəkilçisi yoxdur Səxavət. Bəs hansı şəkilçili sözləri biz adlıq hala hesab edə bilirik? Cəm şəkilçisi, Aha, xəbərli şəkilçisi, Aha. şəxs şəkilçisi, bir də mənsubiyyət şəkilçisi. aha. Deməli, sözün tərkibində digər halların şəkilçisi yoxdursa, cəm şəkilçisi varsa, mənsubiyyət şəkilçisi varsa, xəbərli şəkilçisi varsa, biz bunu adlıq hal hesab edirik. Deməli, adlıq hal digər 3 qrammatik şəkilçini qəbul edə bilir də. Bir dənə hal şəkilçisini qəbul eləmir. Digər qrammatik şəkilçilər cəmdir, mənsubiyyətdir, xəbərlik şəkilçilərini qəbul edə bilər. Düzdür? Bəli. Aha. Bəs hansı hallarda ki, onların iki növü olur? Təsirlik, təsirlik, yəlik. Yiyəlik. Yəni, yiyəlik halın şəkilçiləri hansılardır? Aha. Bu müstüdür, In üstü 4, bəli, düzdür.
Bəs müəyyən yerlik halla qeyri-müəyyən yerlik halı necə fərqlənir? Müəyyəndə şəkilçini görürük, amma qeyri-müəyyəndə görmürük. Amma əlavə edə bilirik. Aha. Yəni özümüz onu bərpa eləyə bilirik. Deyirəm dəniz havası. Bir də dənizin havasıdır. Ev qapısı, evin qapısı. Aha, dəniz havası qeyri-müəyyən yerlik haldır, dənizin havası isə müəyyən yerlik hal şəklində işlənir. Bəs təsirli halı necə idi? Məsələn deyirəm ki, nənə corab toxudur. Nənə corabı toxudur. Ay, sağ ol. Həmişə dedik ki, üstü dörddür. I, I, U, Ü şəklində olur şəkilçisi. Həmişə qeyri-müəyyən təsirli halın yeri cümlədə xəbərin yanındadır. Məsələn, dedikdə nənə corab toxudu, nənə corab toxudu şəklində deyə bilirik. Yadda qalar.